Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun. Mən Repetitor Hazırlıq Mərkəzinin Tarix və Coğrafiya müəllimi Azər Qurbanov. İnşallah bugün coğrafiyadan şərti işarələri izah edəcəm. Başlayaq dərsə. Deməli, şərti işarə nədir? Həqiqətdə olan coğrafi obyektləri xəritədə hamısını olduğu kimi təsvir etmək mümkün deyil. Və bu obyektləri təsvir etmək üçün xəritədə müxtəlif şərti işarələrdən istifadə olunur. Və bu şərti işarələr hər bir xəritənin kənarında yazılır. Xəritənin kənarında, evinizdə xəritə varsa fikir verə bilərsiniz. Xəritənin kənarında xəritədə istifadə olunan şərti işarələrin şəkilləri və böyründə də adları yazılır. Və bu çərçivəyə də deyilir legenda. Yəni legenda xəritənin şərti işarələrinin izahıdır. Hər bir xəritənin kənarında yazılır. Şərti işarələr 3 qrupa bölünür. Birinci, konturlu. Buna miqyaslı şərti işarələr də deyilir. Və sahəvi şərti işarələr də deyilir. Yəni konturlu, miqyaslı, sahəvi eyni anlayışdır. Sonra ikinci, xətti şərti işarələr. Üçüncü, miqyassız şərti işarələr. Baxaq indi nə deməkdir bunlar? Konturlu şərti işarələr o deməkdir ki, yəni böyük sahəyə, müəyyən sahəyə malik olan təbii obyektlər konturlu şərti işarələrlə göstərilir. Məsələn, tutaq ki, deyirəm çəmənlik. Məsələn, kolluq, bataqlıq. Yəni, həqiqətdə də düşünsəz ki, çəmənliyin müəyyən sahəsi var, kolluğun müəyyən sahəsi var, bataqlığın müəyyən sahəsi var. Yəni, müəyyən bir geniş sahəyə malikdir. Belə obyektlərin təsvir olunduğu şərti işarələr konturlu şərti işarələrə aiddir. Xətti şərti işarələr isə xətt boyu uzanan obyektlər təsvir olunur xətti şərti işarələrlə. Məsələn, misal göstərə bilərik yollar, sonra çay, məsələn, dövlət sərhədləri, sonra sahil xəttləri. Bunlar təsvir olunur xətti şərti işarələrlə, yəni xətt boyu uzanan obyektlər. Miqyassız şərti işarələrlə o obyektlər təsvir olunur ki, həmin obyektlər uzaqdan aydın görünür, lakin tutduğu sahə kiçikdir. Məsələn, misal göstərirəm körpü. Yəni, çayla müqayisə eləyəndə körpünün uzunluğu çox kiçikdir. Ancaq uzaqdan aydın görünür. Məsələn, görürsən ki, filan yerdə körpü var. Amma yaxınlaşırsan ki, məsələn, uzunluğu nə qədərdir? Tutaq ki, 50 metr, 100 metr, 200 metr. Amma çayın uzunluğu yüzlərlə kilometr. Yəni, uzunluq çoxdursa, bu xətti şərti işarədir. Xətt boyu uzana gedir. Amma tutduğu sahə kiçikdir, uzaqdan aydın görünür. Bu, miqyassız şərti işarədir. Məsələn, körpü. Yəni, uşaqlar bəzən qarışdırır, düşünür ki, körpü xətt formasındadır. Düz xətt kimi tikilir də körpü tikiləndə. Bu xətti işarədir. Xeyr, körpü uzaqdan aydın görünür, tutduğu sahə kiçikdir. Buna görə bu miqyassızdır. Məsələn, misal deyə bilərik zavod. Uzaqdan aydın görünür ki, filan yerdə zavod var, amma yaxınlaşırsan ki, tutduğu sahə kiçikdir. Məsələn, misal göstərə bilərik dəyirman. Yəni, qaydaları başa düşürsünüz, onunla təyin eləmək asandır. Deməli, sahəsi varsa deyəsiz konturludur, xətt boyu uzanırsa xətti deyəsiz, uzaqdan aydın görünür, lakin tutduğu sahə kiçikdirsə, bu da olacaqdır miqyassız. Və əlavə olaraq qeyd edeyim ki, miqyassıza, məsələn, əlavə deyə bilərik ki, elektrik stansiyası, bu da miqyassızdır. Sonra tək ağac miqyassızdır. Tək kol miqyassızdır. Sonra teleqüllə miqyassızdır. Bunlar miqyassız şərti işarələrə daxildir. Bu oldu şərti işarələrin növləri.
İndi gəlin şərti işarələrin adlandırılmasına baxaq. Görək, şərti işarələrin adları nədir? Yəni, bu şərti işarələrlə hansı obyektlər təsvir olunur, ona baxaq. Bu şəkildə gördüyünüz şərti işarə enliyarpaqlı meşədir. Deməli, ağac çəkilibdir, yarısı rənglənibdir. Bu oldu enliyarpaqlı meşə. Bu gördüyünüz şərti işarə iynəyarpaqlı meşədir. Görürsünüz, yarpaqları xətt şəklində təsvir olunub. İynəyarpaqlı meşə. Görürsünüz, bu şərti işarədə də hər ikisi də var. Bir iynəyarpaqlı təsvir olunub, bir də enliyarpaqlı təsvir olunub. Həm iynəyarpaqlı, həm enliyarpaqlı varsa, demək ki, bu qarışıq meşədir. Sonra, el şəklində təsvir olunan şərti işarə qırılmış meşəni göstərir. El hərfi qırılmış meşəni göstərir. Bu isə seyrək meşəni göstərir. Bu şərti işarə meyvə bağıdır. Bu dairələr ağacları göstərir, görürsünüz və bunlar ardıcıl şəkildə təsvir olunubdur. Bir düzənli şəkildə təsvir olunubdur. Yəni, meyvə bağında ağaclar düzənli şəkildə olar da, belə yadda saxlayırsınız. Yəni, bu meyvə bağıdır. Bu gördüyünüz qırıq-qırıq xətlər cığırdır. Cığır. Bu gördüyünüz S hərfinə oxşuyur, üstündən də xətt çəkilib, üzümlükdür. Bu isə çəmənlikdir. Bu isə kolluqdur. Bu isə bataqlıqdır. Və bayaqlarda qeyd etdik ki, qaydanı xatırlayaq, çəmənlik, bataqlıq, kolluq, dedik ki, geniş sahəsi var. Deməli, bunlar hansı şərti işarələrə daxil olacaq? Konturlu şərti işarələrə. Bu gördüyünüz uçurumdur. Görürsünüz, xətt təsvir olunubdur və xəttdə perpendikulyar şəkildə qısa xəttlər təsvir olunub və kənarları da, bu gördüyünüz xəttlər də horizontallardır. Yəni, bu oldu uçurum. Bu gördüyünüz yarğandır. Bu isə karxanadır. Bu şərti işarə qumluqdur. Yəni, nöqtələr şəklində təsvir olunubdur. Bu isə barxandır. Qövsvarı orağa oxşayan isə barxanı göstərir. Yəni, qumluq və barxan. Bu elektrik stansiyasıdır. Bu isə elektrik xəttidir. Bu körpüdür. Körpü iki cür var. Bir metal körpü, bir taxta körpü. Bu gördüyünüz şərti işarə taxta körpüdür. Nətər yadda saxlayırsınız? İçi boşdur. Görürsünüz, içi ağ rəngdədir. Bu taxta körpüdür. Amma bu isə metal körpüdür. Görürsünüz, bunun içində xəttlər təsvir olunur. Bu metal körpüdür. Deməli, bu oldu taxta körpü, bu isə metal körpü. Bu abadlaşdırılmış qrunt yoldur. Görürsünüz, yol çəkilibdir və kənarında da çevrələr, dairələr var. Yəni, kənarı ilə ağaclar əkilibdir. Yəni, abadlaşdırılıbdır yol. Bu gördüyünüz şose yoludur. Dedik ki, qırıq-qırıq xətlər cığır oldu və cığırın da sağ tərəfində Q hərfi su quyusunu göstərir. Yəni, şəkildə cığır və su quyusu təsvir olunubdur. Qırıq-qırıq xətlər cığır oldu, bu isə su quyusu. Bu gördüyünüz şərti işarə çaydır. Yəni, bu çayda axır və çayın üzərində görürsünüz ox işarəsi var. Bu ox işarəsi çayın istiqamətini göstərir. Yəni, bu çay şərqə doğru axır. Yenə şəkildə çay görürsünüz və çayın üzərində gördüyünüz bu çəkilmiş işarə bənddir. Çay və üzərində bənd. Bu isə yel dəyirmanıdır. Bu isə bulaqdır. Bu zavoddur.
Bu məktəbdir. Şərti işarələr haqqında bu qədər. Ümidvaram ki, şərti işarələrin növlərini də başa düşdünüz və şərti işarələrin də adlarını əzbərləyirsiniz, çünki qəbula düşən mövzulardan biridir. Şərti işarəni çəkir və həmin şərti işarənin adını soruşur. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.